Deməli, burada işləmək mümkün deyil. Niyə? Çünki tam qurumur ərazi. Yəni, bu tərəfdən su çəkilir, bu tərəfdən isə qurun suyu gəlir. Yəni, biz də orada yerdə su olarkən işləyə bilmirik. Çünki yerə ankeri vurulmalıdır, ondan sonra müəyyən bərkitmə işləri getməlidir burada. Burada da yerdə su tam çəkilə bilmədiyinə görə, biz də orada onu yerə bərkidə bilməyəcəyik. Hətta işləyə də bilməyəcəyik. Çünki görsənmir də nədir, hardadır. Yəni, bura beton beton belə görsənməlidir ki, biz orada işləyə bilirik. Bunu xahiş edirəm, təmin edin ki, biz burada işləyə bilirik. Çünki bu gedişdən biz indi yoxlayacağıq. Alınsa, alınmasa inanmıram. Yəni, biz burada bunu işi görə bilməyəcəyik. Tam qurumalıdır bura, tam. Qupquru olmalıdır. Ki, biz burada işləyə bilirik. Sonra gəldi ikinci məsələyə. Burada altda rigel varmış, biz onu görməmişik. Altda 70 santima yaxın rigel var. O rigeldə boya-boy biri soldan gedir, biri də sağdan gedir. Ona görə də o rigildə buradan rigeli deşib, birincisi rigeli deşmək düzgün deyil. İkincisi ki, rigeli deşib gedib oradan da bura çıxmaq, bu betona çıxmaq, bu betonu deşmək o, yəni biraz mümkünsüz bir şeydir. Həm də sizə də uyğun gəlməz, çünki sizə lazımdır ki, çünki bu əsnəkdir, bu oynaqdır. Orada bir şeylər qoysaz, o onu oxumayacaqdır. Ona görə də bunun da altında, rigelin altında fikir verirsiniz bir dəqiqəyə baxın. Rigelin altında cəmisi 30 santim məsafə var. 30 santim məsafə və üzr istəyirəm, çirkab su. Kanalizasiya suyu, nə bilim nə suyu, zizbil. O yerdə də 30 santim də yerində uzanıb onun içinə işçi girib, orada o birisi divarı deşə bilməz. Yəni, o cür biz iş görə bilmərik. Yəni, alınan şey deyil biraz. Bunun ən yaxşı çıxış yolu nədir? Əgər o divar mütləq deşilməlidirsə, bu divar, bunun bu tərəfi qazılmalıdır. Tam qazılandan sonra bu divara çıxdıq, biz gəlib bu divara çöldən müdaxilə edib deşə bilərik. Hansı hissəsindən istəyirsə deşə bilərik. Amma o şərtlə ki, bura 2 metr kənara qazılsın və ən azından da 1 metrdə belə qazılsın. Metr yarım belə, 2 metr belə qazılsın bura ekskavatorla. Təmizlənsin, o səviyyədən də aşağı düşsün ki, biz oradan nəyəsə qoyub, karotu deşə bilək. Bu deşiyi məsələsini ancaq bu cür həll etmək olar, çöldən. Amma bu tərəfdən isə tam vurulmalıdır. Ya da ki, bax, ən yaxşı variant o olardı ki, bir dənə var bu platformanı kran çıxardıb qırağa qoya bilsəydik, biz həm oradan sizin üçün deşik asa bilərdik. 2 dənə yerdən, biz danışmışıq bir dənə yerdən də deşik asa bilərdik sizə. Həm də ki, burada istədiyimiz ölçünü sizə verə bilərik. Bir dənə bu kran bunu çıxartsa. Deməli, bizdə burada digər problem də var ki, belə burada işçi yanıb, yəni burada işləmək imkanımız yoxdur. Bunu biz düşünməmişdik, bu qədər belə olacaq bura. Daha dərin fikirləşirdik, amma yox. Yəni, burada hərəkət eləmək də mümkün deyil, maalesef. Belə, onu da çıxardın onu, çıxardın.